Hər vaxtınız xeyir, realdasınız. Çinin Şanxay şəhərində 8-ci Çin Beynəlxalq İdxal sərgisi işə başlayıb. Çin prezidentinin himayəsi altında keçirilən bu sərgi dünyada ən böyük idxal sərgisi hesab olunur ölkə səviyyəsində və sərginin əsas məqsədi xarici məhsul və xidmətlərin Çin bazarına girişini asanlaşdırmaq, təşviq etməkdən ibarətdir. Azərbaycan demək olar ki, bu sərgilərin 2018-ci ildən bəri bu sərgilərin hamısında vahid ölkə stendi ilə inkişaf edib, iştirak edib. Ümumiyyətlə Azərbaycanın bu sərgilərdə iştirakı və təkcə idxal sərgisi deyil, ümumiyyətlə Çində keçirilən sərgilərdə iştirakı və bu sərgilərdə iştirakla bağlı əldə etdiyimiz nailiyyətlər barədə Azpromonun rəhbəri Yusif Abdulla ilə söhbət edəcək. Yusif müəllim, zəhmət olmasa. Yusuf müəllim, mən qeyd etdiyim kimi Azərbaycanın Çində keçirilən sərgilərdə, o cümlədən Çin Beynəlxalq İdxal sərgisində daxil olmaqla sərgilərdə iştirakımız hansı hədəflərə yönəlib və əldə olunan nəticələr necədir? Çünki mən bildiyim qədərilə 2016-cı ildən bəri Azərbaycan Çində keçirilən sərgilərdə olduqca aktiv iştirak eləyir. Vahid ölkə stendindən bizim yerli rəqabət qabiliyyəti məhsullarımız nümayiş olunur. Nəticələr və hədəflər barədə xahiş edirik. Çox sağ olun. Doğru deyirsiniz. Çin bazarı istehlak nöqteyi nəzərindən dünyada ən böyük bazarlardan biridir və təbii ki, çox doğru deyirsiniz, bizim ixracatçılarımız üçün hər zaman Çin bazarı bir hədəf olub, amma 2016-cı ilin oktyabrında Made in Azərbaycan brendinin təşviqi mexanizmləri təsdiqlənəndən sonra biz daha mütəşəkkil formada bu vahid ölkə stendlərini təşkil etməyə başlamışıq və mən bir məsələni vurgulamaq istəyirəm. Hətta pandemiya dövründə biz Çində keçirilən sərgilərdə onlayn formatda iştirak etmişik. Burada bizim ticarət nümayəndəliyimiz çox fəaldır, aktivdir. Yəni bu da ona görə vurgulamaq istəyirəm ki, yəni önəmlidir ki, biz heç bir formada, yəni Çində keçirilən sərgilərdə belə kənar qalmamışıq, iştirak eləmişik, bizim üçün prioritet bazarlardan biridir. Burada bildiyiniz kimi, yəqin bilirsiniz, izləyirsiniz ki, bəzi məhsullarımızın, bəzi qida məhsullarımızın Çin istiqamətində ixracı üçün icazələr də alınır. Bu proseslər də, yəni elə bütün bu sərgilər yolunda başlanılıb ki, yəni ixracatçıların müraciətləri ki, müəyyən bir məhsulların Çin tərəfindən idxalında bir prosedurlar var. O proseslər başlanılıb, bəzilərinə icazələr alınıb. Burada vurgulamaq lazımdır ki, misal üçün fındıq məhsulları biz illərdir nümayiş edirik, amma indi bunun ixracı təbii ki, daha asanlaşıb. Dediyim kimi, yəni bizim hədəfimiz Çin bazarında maksimum məhsullarımızı yəni ixrac edib yerləşdirmək tərəflərdə. Burada bilirsiniz, bizim ticarət evlərimiz fəaliyyət göstərir. Ticarət evləri dünyanın bir neçə ölkələrində fəaliyyət göstərir, amma mən deyərdim ki, Çində olan fəaliyyət ən uğurlu adlandırmaq olur. Həm də ən çox say məncə Çindədir. Say olaraq tək ümumi ticarət evi də deyil, şərab evi də var. Yəni belə ixtisaslaşmış evlərimiz də var və uğurludur. Yəni ki, bunu ən əsas məsələ budur ki, bizim uğurlarımız yəni rəqəmlərdə öz əksini tapır. Dediyim kimi, yəni ixracatçıların böyük marağı var. Biz bu il beynəlxalq idxal sərgisində 2 stendlə, həm kommersiya stendi ilə bizim şirkətlərimizdən eyni zamanda milli pavilyonda öz milli stendimizlə iştirak edirik. Yəni ki, biz dediyim kimi maksimum formada burada milli pavilyonda qeyri-maddi irsimizi də nümayiş elətdiririk. Burada yalnız belə deyim, ticarət deyil, eyni zamanda bizim yəni ki, ümumiyyətlə ənənələrimizi, adətlərimizi, mədəniyyətimizi də təşviq edirik. Yəni hər mənada Çin bazarı bizim üçün önəmlidir. Bilirsiniz ki, ölkə rəhbərliyi arasında imzalanan strateji sənədlərdə də göstərilib ki, həm Azərbaycanda, həm Çində kommersiya nöqteyi nəzərindən sərgilər dəstəklənəcək və biz də bu istiqamətdə fəal işimizi davam etdiririk. Çox son Yusuf müəllim, ətraflı məlumata görə xatırladım ki, Şanxay Beynəlxalq İdxal sərgisində Azərbaycanın iştirakı ilə bağlı bizim müsahibimiz Azpromonun rəhbəri Yusif Abdullayev idi. Sərgi noyabrın 10-na qədər davam edəcək. Real TV-nin Asiya bürosundan hələlik bu qədər.